Əziz və hörmətli dinləyicilər, mən Aqil Mahmudov, Həftəli Azərbaycan Media Qrupunun rəhbəriyəm. İndi sual verəcəksiniz ki, niyə qapalı yerdə paltona, kepki ilə oturmuşsunuz? Bunun səbəbkarı Azərqazın rəhbərliyindədir, səbəbkarı onlar da Azərqazdır. Belə ki, mən hal-hazırda öz Göyçayda yaşadığım evdəyəm və qapalı yerdəyəm. 4 gündür ki, bizim qazlarımız, təbii qaz, bizim evimizə verilən təbii qaz verilmir. Verilməməyin səbəbi isə smart kart kartlarında olan problemlərdir. Belə ki, demək, smart karta keçdikdən sonra hər ay problemlər yaşayırıq, ailəmiz, özümüz və körpə uşaqlarımız var, onlar da. Qışın bu ağır ayında, yəni soğuk hava olan bir fevral ayında ailəmiz demək, təbii qazsız qalıb. Bunun da səbəbi nədir? Güya smart kart bloka düşür. Hər zaman bu bloka düşəndə biz gedirdik Azərqazın Ağsu Regional Qaz İstismar İdarəsinin Göyçay filialına, orada blokdan çıxardırdılar. Mən demək olar ki, bugün də ora təşrif buyurmuşam, getmişəm və mənə bildirdilər ki, filialın rəhbəri və bizdən blokdan çıxarılması, bütün proseslər hamısı Asan Xidmətin Kürdəmir regional mərkəzinə verilib. Mən onlara sual verdim ki, yaxşı, elə insanlar var ki, imkansızdır. Oraya gəlib gəlmək üçün 50 manat sərf eləyəcək. Yəni, bu da imkanı yoxdur. Və necə olacaq? Dedi ki, valla bizlikdir, Asan Xidmət baxır buna və problemlər bizlikdir. Yaxşı, sizlikdir. Bugün mənim bildiyiniz kimi evimizdə qaz abonentinin rəhbəri kimi, yəni qaz anamın adınadır. 84 yaşı var. Hal-hazırda xəstələndi bu 2 gündə, indi hal-hazırda Bakıya xəstəxanaya aparıblar. Yaxşı, anam rəhmətə getsə, başına bir iş gəlsə, Azərqaz rəhbərliyi cavab verəcəkmi? Verməlidir. Çünki bunlar özləri günahkardır. Burada mən demirəm ki, nə problemlər var, nə var. Bunu siz yaratmışsınız. Mən bugün filiala getmişəm, Göyçay filialına, Azərqazın Göyçay filialına. İnanırsınız, vətəndaşlar 50-dən 60-dan yuxarı gündə 50-60 orada öyrəndim əməkdaşlarını. Gündə 50-60 nəfər gəlir, smart kart problemi, yəni deyir ki, bloka düşür. Yaxşı, bu kartı bloka niyə düşməlidir? Bu sistem niyə işləməməlidir? Bu xalq niyə? Soğuqdan ölməlidir sizin uzbatınızda. Mən başa düşə bilmirəm. Azərqazın rəhbəri Azər Məmmədov hara baxır? Yaxşı, Azər Məmmədov, sən hara baxırsan? Təzə təyin olmuşsan, başa düşdük. Bu sahənin mütəxəssisi olmamısan, onu da başa düşürəm. Çünki sənin avtobiyografiyaya baxıram, ya tərcümə halına baxıram, görürəm ki, tərcümə halında başqa-başqa yerlər. Baş sistemində işləmişsən, digər sistemdə işləmişsən, indi gəlmişsən Azərqaz sisteminə. Belə kör-təbii iş görmək olmaz axı. Bu xalq yazıqsa axı. Bu xalqa niyə əzab-əziyyət verirsiniz? Niyə zülüm verirsiniz? Onsuz da qaz pulu artıqla yazılır, 30 qəpikdən yazılır. Bu milləti onsa belini sındırırsınız. Bəsrində bu xalqla oynadınız. Mənim evimdə körpə uşaq, 2 qadın, anam xəstələndi, o Bakıya getdi. 6-7 nəfər bugün soğuqdan donur. Məcbur eləyirsiniz ki, bu xalqı dövlətçiliyə qarşı çıxartmaq istəyirsiniz. Belə çıxır da. Bəsrində bu millətin başına min cür oyun, əzab-əziyyət gətirir. Min cür oyunlar oynuyorsunuz. Min cür şovlar oynuyorsunuz. Smart kart şovları var sizdə, təzə şovlardır. O qədər yaxşı. Smart kartın işləmi keçid mexanikaya da. Deyir, yox, qeyri-mümkündür. Nəyə görə qeyri-mümkündür? Asan Xidmət o pullar yeməlidir. Bir yerə yığılır, vahid pəncərə.
Belə olmaz axı. Bax, fikir verin. Mən indi göstərəcəm sizə. Fikir verin. Bax. Bax, qaz. Bax, yoxdur. Baba, fikir verin. Baba, fikir verin. Qaz yoxdur. Bax, gör nə vəziyyətdədir. Nə vəziyyətdədir. Bugün, baba fikir verin. Baba, pesdir. Görün, bunlar nə qarı. Bu millətin başını oynaşmaqla nə istəyirlər mən bilmirəm. Yaxşı, bugün bəlkə də Göyçayda əhalinin 50%-i smart kartdan istifadə edir. Bu 50%-in 99%-i problemlə üzləşir, bu blok söhbəti. Yəni smart kartın blok olması söhbəti. İndi də təzə oyun eləyiblər ki, bunu filial eləyə bilmir və asan xidmətə verilib, əlindən alınıb. Yoxsa Kürdəmirdə yerləşib. Bu camaat kasıb millət necə getsin ki, Kürdəmirə? Necə getsin sənədləşdirsin? Azər Məmmədov, Azərqazın rəhbəri, sənə deyirəm bu sözləri. Bəs də bu xalqı əlinizdə oynatdınız. Nə istəyirsiniz bu xalqda? Elə məcbur eləyirsiniz ki, mən özüm şəxsən bir media işçisi kimi məcbur eləyirsiniz ki, aləmi götürüb prezident aparatının qarşısına, Azərqazın qarşısında piket keçirdim, aksiya keçirdim. Bunu istəyirsiniz bu oyunları oynamağa. Belə olmaz axı. Özbaşınalığı baş alıb gedir, bilirsiniz nətər, özbaşınalığı baş alıb gedir bu ölkədə. Hansısa nazir keyfi istədiyi qərarı verir. Hər bir qərar çıxardır. Vəbşə mən demirəm, İqtisadiyyat Naziri vəbşə Mikayıl Cabbarov, bu Tarix Şurasının sədri, nə oyun oynayır mən bilmirəm. Bu nə istəyir mən bilmirəm bu xalqda. Mən buradan bəyan edirəm. Və bu bəyanımla deyirəm, əgər sabaha kimi mənim evimdə qazlar təmin edilməsə, Göyçayda vətəndaşların smart kart problemi həll olunmasa, mənim smart kartım həll olunmasa, başqa cür tədbirlərə əl atacağam. Bax, budur. Siz bunu istəyirsiniz ha? Niyə dövlətçiliyə qarşı çıxardınız bu xalqı? Niyə imkan vermişsiniz ki, bu xalq öz çörəyin, güclə, bəla ilə tapdığı çörəyi yeyə bilsin, necə onu da tapa bilmirlər. Bugün işsizlik baş alıb gedir, problemlər baş alıb gedir. Bu millətin niyə əsəbini oynayırsınız? Qutarın da, qutarın. Mən buradan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edirəm ki, cənab Prezident, sən bunlara qarşı bir ölçü götür. Belə olmaz axı. Bunlar xalqla izdivaçla, xalqla elə bilginən ki, oyun oynayırlar. Xalqı sizə qarşı çıxardırlar. Açığım mən daha söz deyə bilmirəm. İndi gör fikir verirəm. Mən burada paltor olmuşamsa, ailəm də o tərəfdə, o bir otaqda paltorla, cəketlə, nə bilim, papaqla oturub. Mən İbtidai İcma Quruluşunda yaşamıram, Azər Məmmədov. Mən müasir Azərbaycan dövlətində yaşayıram. O müasir Azərbaycan dövlətində ki, bugün bizim neft-qaz ölkəsində yaşayırıq. Bugün bizim problemimiz olmamalıdır, qaz problemimiz olmamalıdır, işıq problemimiz olmamalıdır. Bugün bizim digər problemlər, işsizlik problemlərimiz olmamalıdır. Bəsrində da bu millətlə oynadınız. Mən daha başqa söz deyə bilmirəm. Mən yenə də dövlət başçısına burada müraciət edirəm ki, bir ölçü götürsün. Vaqil Mahmudov, Həftəli Azərbaycan üçün.